Yanvarın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Akademiyanın və Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan dilinin təmizliyi, milli əmanətin qorunması uğrunda səfərbərlik mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin saflığının qorunması istiqamətindəki çıxışından irəli gələn vəzifələr geniş müzakirə olunub. Əvvəlcə qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Amiyanın prezidenti akademik İsa Həbibəliyə minnətdarlığını bildirib. Elnur Bağırlı qeyd edib ki, bu ictimai platforma gələcək təşəbbüslər üçün konseptual yanaşmaların formalaşmasına və ardıcıl tədbirlərin həyata keçirilməsinə zəmin yaradacaq. O, Prezident İlham Əliyevin Azərbaycan dilinə xüsusi diqqət göstərdiyini vurğulayaraq bildirib ki, dövlət başçısı Amiyanın 80 illik yubileyindəki çıxışında və yerli televiziya kanallarına verdiyi müsahibəsində ana dilinin qorunmasını milli təhlükəsizlik, milli kimlik və dövlətçilik məsələsi kimi dəyərləndirib. Elnur Bağırlı vurğulayıb ki, Azərbaycan xalqı tarix boyu müxtəlif siyasi və mədəni təzyiqlərə məruz qalsa da milli varlığını və birliyini məhz ana dili sayəsində qoruyub saxlayıb. Bugün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının eyni dil ətrafında birləşməsi Azərbaycan dilinin qlobal miqyasda da mühüm birləşdirici faktor olduğunu göstərir. Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəli bugünkü ictimai müzakirənin qeyri-hökumət təşkilatı ilə birgə keçirilən ilk tədbir kimi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin beynəlxalq miqyasda təbliği istiqamətində mühüm addımların atıldığını, ümumilli liderin milli dil siyasətinin uğurla davam etdirildiyini bildirib. Akademik İsa Həbibəli qeyd edib ki, dövlətçilik tarixində Azərbaycançılıq ideologiyası ardıcıl, davamlı və dayanıqlı mövqeyə malikdir. Prezident İlham Əliyevin həyata keçirdiyi Azərbaycançılıq siyasətinin əsas sütunlarından biri məhz Azərbaycan dili siyasətidir. Prezidentin dil məsələsinə olan həssas yanaşmasının sadəcə mədəni maraqdan irəli gəlmədiyini, əksinə milli təhlükəsizlik və dövlətçilik davamlılığı ilə birbaşa bağlı olduğunu söyləyən akademik İsa Həbibəli bildirib ki, ölkə başçısı çıxışlarında dilimizə süni olaraq gətirilən alınma sözlərə ehtiyac olmadığını və dilimizi yad təsirlərdən qorumağı xüsusilə vurğulayıb. Daha sonra çıxış edən qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri professor Fuad Məmmədov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri ruhi, yəni əqli və mədəni mədəniyyətimizin inkişafıdır. O, bu prosesdə ən vacib məsələlərdən birinin dil problemi olduğunu vurğulayaraq qeyd edib ki, dil hər bir millətin mədəniyyətinin əsas sütunu və milli mədəni kimliyinin başlıca daşıyıcısıdır. Professor Fuad Məmmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin milli mədəniyyətimiz və dilimizin tərəqqisi ilə bağlı dəyərli fikirləri, tövsiyələri bugün çox aktualdır. Ümumilli lider demişdi ki, yüksək ruhi, əqli və mənəvi mədəniyyətə malik olmayan bir xalqın gələcəyi yoxdur. Xalq yalnız ziyalıları, elmi potensial və mədəniyyəti ilə tanınır. O, çıxışının sonunda bildirib ki, ölkəmizin ən qüdrətli dövlətlər sırasına daxil olması üçün intellektual əməyin, mədəniyyətin inkişafının dünya standartları səviyyəsində qorunması, eləcə də idarəetmə mədəniyyətinin yüksək səviyyəyə çatdırılması vacibdir. Daha sonra sözü gedən mövzuda məruzələr dinlənilib, müzakirələr aparılıb. Deyli Namiq qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.